Salam qızlar, hər vaxtınız xeyir olsun. Bir nəfər də çıxıb mənə öyrətsin. Bu saçı nətər belə eləyirlər? Nətər eləyirlər? Daha axşamdan da baxmadığım video qalmayıb. Görürəm ki, bax, bunu belə gətirir, ən axırda da ucundan. Bunu belə eləyir. Saxlayır, bıraxır. Bu nədir də, nə? Bu nədir də? Elə bil ki, başda İlonda belə çıxdı. Alınmır. Ağlayacağım. Ağlayamaq. Olmasa bari belə burul. Burul qal içərdə. Sən də burul qal. Daha əsəb keçirdirəm. Axşamdan bu yana mən bunları nə qədər eləmək istəyirəm. Alınmır ki, alınmır. Alınmır. Qəşəng olmur. Qalmırlar belə istədiyim kimi. Bu nə darlıq? Olmasa bari belə qal. Yine belə normaldır. Adam içine çıxmaq olar. Bezdim. Axşamın bir yana da eləmədiyim haqqa qalmayıb başımda. Biraz yavaşça da düşəcək. Belə qalar. Mən istəyirəm o belə qəşəng kedirə belə. Ondan olsun. Olur. Saçlarım da belə yaxşıdır. Biraz rengi açıldı. Yuyandan sonra, bir dəfə yuyandan sonra biraz bozuluq getdi. Qeyri-adi bir renk oldu. Amma çox qəşəng oldu saçlarımın rengi. Çox qəşəng oldu, bayıldım. Yine bu rengi elətdirəcəm. Bu rəngdən bezənə kimi bu rengi elətdirəcəm. Günel xanım çox sağ olsun. Çox gözəl əl işləri var. Çox gözəl qızlar. Saçlarıma baxın. Nə yanma, nə yıpranma, heç nə yoxdur da qızlar, heç nə yoxdur. Saçlarımın biraz ətək hissələrində yıpranma var idi. O da yəni ki, mən əvvəldən getmişdim. Yəni o belə idi də, yəni belə getmişəm yanına deyim. Yəni o xanım eləməyib də. Çox qəşəng oldu saçlarım. Gözəldir. Daima gedəcəm Günel xanımın yanına. Həmişə siz də soruşursunuz da saçlarımın rəngini. Bir hamıya şəxsidə çatdırıb yaza bilmirəm. Ona görə ancaq Instagramda paylaşa bilirəm. Və TikTokda Günel xanım bir nömrədir.